Amin. Hacı həmişə olduğu kimi, hər gün olduğu kimi Quran-ı Kerimdə yer alan dualara baxırıq da, düzdürmü? Bəli, bəli. Davam edirik həmin mövzunu yenə də. Siz də suallarınızı hazırlayın, yazın bizə. Amma hacının da sözlərinə diqqətlə qulaq asın ki, fikriniz yayınmasın, yazmağa, fikriniz suallarda qalmasın. Əsas mövzunu izləyin. Sizdən ricamız budur. Buyurun hacı. Təşəkkür edirəm. Bugün deyəcəyim ayələr, yəni Quran-ı Kərimin duaları Müminun surəsi 97 və 98-ci ayələrdir. Bu dua Allaha pənah aparmaqla bağlı bir duadır. Yəni bəşər Allaha sığınır və bir neçə cümlədir ki, o cümlələri mən sizə bölüşürəm, inşallah sonra izah edirəm. Dua belə başlayır və qul Rabbi əuzu bik min həməzatir şeyatin və əuzu bik Rabbi ən yəhduruni. Qısa bir duadır. Belə qısa tərcümə edim, deyir ki, İlavə Rəbbim şeytanlardan, onların vəsvəsələrindən, hilələrindən sənə sığınıram və sənə tərəf üst tuturam, sənə pənah gətirirəm, məni özün qoru. Yaxşı. Amin. Qısa bir duadır. Qul Rabbi, ay mənim Rəbbim, əuzu bik min həməzatır şeyatin. Şeytanın vəsvəsələrindən sənə sığınıram. Quran-ı Kərimdə həm vəsvəsə keçib, həm həməzat kəlməsi keçib. Həməzat da vəsvəsədir. Amma şiddətli vəsvəsəyə deyirlər. Bilirsiniz, vəsvəsə çoxalar. Bəzi vaxtlar təkidli olar, təzyiq olar sanki. Həmən vəsvəsəyə ərəbdə deyirlər həməzat, cəmd özdə, vəsvəsələr. Yəni vəsvəsənin şiddətlənməsi. Bəzi vaxt şeytan o qədər gücünü səfərbər eləyir ki, bir cavanı ya bir kəsi neynəsin, o yolundan ayırsın, tutduğu əməldən ayırsın, ibadətindən uzaqlaşdırsın, etdiyi xidmətdən, uğur yolundakı addımlar atır, oradan çəksin o tərəfə, şiddətli gücünü səfərbər eləyir. Və hədislərdə var ki, harada bir neçə yerdə deyir ki, məsələn, şeytan çox gücünü səfərbər eləyər. Biri budur ki, məsələn, bir nəfərə bir post verilə, vəzifə verilə, şeytan orada yanında da onun o qədər vəsvəsə eləyər ki, onu təkəbbürlü eləsin, onu firon eləsin, onun, belə deyək, başqalarının haqqını yesin, əssin, çox hücum eləyər orada ona. İkinci, məsələn, hədisdə oxumuşam, insan qəzəblənən vaxtı şeytan daha çox həmlə eləyər, həməzatı şeytan orada özünü göstərər. Ona görə Allaha sığının, əuzubillah minəşşeytanirracim söyləmək. Və yaxud naməhrəmlə bir otaqda xəlvət olduqda deyirlər ki, çox güc səfərbər eləyir, çox vəsvəsə eləyir, şiddətli. Deməli, həməzat nə oldu? Şiddətli vəsvəsə. Əuzu bikə min həməzatı şeyatin. Allah sənə sığınıram bu şeytanın vəsvəsələrindən, təhrikindən, təzyiqindən. Burada maraqlı məqam bu, doktor müəllim. Niyə deyir ayə həməzatı şeyatin? Şeytanın yox, şeytanların vəsvəsələrindən cəmdir. Həm vəsvəsə cəmdir, həm şeytan cəmdir. 1-4, 2-4 qırılmışlar. 1-4, 2-4. İndi bunu izah verək də, bu nə deməkdir? Birinci belə buyururlar ki, müfəssirlərin bir qismi ki, axır şeytanlar bir qismi insanlardandır, bir qismi cinlərdəndir. Bəzi vaxt əl-ələ verərlər, bəşərin yolunda mani olarlar, sədd olarlar, sərhəd olarlar. Hətta ayədir. وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ. Hər peyğəmbərlə mübarizə eləyən cinlərdən və insanlardan ibarət şeytanlar olub. Və onlar birləşib əl-ələ veriblər. O bir cür vəsvəsə edib, bu bir cür vəsvəsə edib. Və hərə öz işini görüb. Ona görə deyir ki, mən sənə sığınıram bu şeytanlardan, bunların vəsvəsələrindən, yəni ya Rəbbəl-Aləmin, həm insanlarından, həm cinlərindən. Ona görə bu duanı eləmək. Bu bir mənasıdır. İkinci məna belə izah veriblər. Axı, onlar müxtəlif üslublarla hücum edirlər insana. Müxtəlif üslublar, ona görə cəmdir. Görsən, bəzi vaxtlar gəlir qorxu ilə, insanı qorxudur. Ondan sonra günaha dəvət edir. Bəzi vaxtlar yalan vədlər verir. İnsanda içində bir təşviq yaradır, şövq yaradır günaha qarşı. İnsanı günaha dəvət edir. Bəzi vaxtlar üslub dəyişir. Məsələn, içində hər hansı bir günaha qarşı bir məhəbbət yaradır. Səni sevdirir o günahı, sənə sevdirir o günahı, o günahı. Üslubları çoxdur. Ona görə əziz Allahımız həməzat.
bütün vəsvəsələrindən sənə sığınıram. Bunlar bir cür gəlmir axı. Müxtəlif üslublarla adamın üstünə gəlir. Ona görə Allaha hərdən üzümüzü tutaq deyə, ya Rabbil aləmin, hardan hücum edir bilmirəm, sağdan, soldan, öndən, arxadan. Quranda ayədir. Hər halda sənə sığınıram. Bunların üslubları çoxdur. Ki, bir vaxt izah verərəm, Quran-ı Kərimdə şeytanın o metodikası, hansı yollarına hücum edir, necə hücum edir, bunu toxunaram. Üçüncü izah. Bunların hamısı ziddiyyət təşkil eləmir, bunların hamısını məna eləmək olar. Üçüncü izah budur ki, niyə cəmdir? Həməzat, vəsvəsələr. Şeytan mərhələ-mərhələ gəlir. Bəzi vaxtlar bir günahı üçün illərin qoyur. İllərin. Bəzi vaxtlar bir insanın illərlə üzərində işləyir, ondan sonra istədiyi nəticəni alır. Həqiqətdir bu. Ona görə fikir verin, deyir ki, məsələn, bəzi adamlar olub ki, indi o günaha ki, bulaşıblar. 5 il bundan qabaq o günahla danışıyordun, deyərdi, ölərəm də o günah eləmərəm. Razısınız? Amma onu mərhələ-mərhələ ora aparırlar. Mərhələ-mərhələ. Birinci, o günah edən insanlarına qeyb oturub. Oturdur eləyib. Həmən günah edən insanlarına. Sonra o kəslərin məclislərində qeyb oturub. İkinci mərhələdə. Olan məclislərində oturub. Sonra üçüncü mərhələdə deyib ki, siz ki, bu günah edirsiniz, nə zövq alırsınız, nə ləzzət alırsınız, artıq maraqlanır. Dördüncü mərhələdə deyib ki, bir də mən də yoxlayayım, bir dəfə olar, axırıncı dəfə olar. Bir də ayılıb ki, günah içindədir. Bataqlıq üçün düşür. Bu həməzatı şeytandır, şeyatındır, mərhələ-mərhələ gəlir. Ona bir dənə hədis deyim sizə. İnnə iblis radiyə minkum bil muhaqqarat. İblis xırda günahlarınızdan da razıdır. Çünki bilir ki, xırda günah böyük günaha gedən yoldur. Çünki o bilir ki, o birinci mərhələdir. Ora qədəm qoysa 2, 3, 4 aparacaq əsasda. Müğayət olmalıdır bəşər. Bu üçüncü məna. Dördüncü məna belə izah veriblər. Deyirlər ki, olağan arasında iş bölgüsü var. Hərəsi bir cür. Biri günahı bəziyir. O qədər bəziyir. Elə şəkildə təqdim olunur ki, insan sanki gözləri tutulur, onun qəbahətini, çirkin tərəfini görmür. Nöqsanlı tərəfini görmür. Yaxud məsələn, elə bir iş görür ki, hərəsi bir iş görür də, insana özünü unutturur, öz kəmalını unutturur, öz rüşdünü unutturur, öz paklığını unutturur, insan düşür günahların içine. Ya insan boş-boş arzularla doldurur. Böyle insan o kadar boş arzularla yaşayır, içi də girib günah için özü xəbəri yoxdur. Bax, belə müxtəlif şəkillərdə gəlir. Müxtəlif şəkillərdə gəlir. Ona görə əziz Allahımıza deyirik ki, Rabbi əuzu bik min həməzatı şeyatin. Bu şeytanın vəsvəsələrindən sənə sığınıram. Pənah aparıram sənə. Müğayət ol məndən, ya Rabbəl aləmin. Davamında nə deyirik? Və əuzu bik Rabbi ən yəhduruni. İlah, sənə sığınıram. Onların yanında olmaqdan, o şeytanların yanında olmaqdan. Bəzi vaxtlar şeytanın vəsvəsə edir insana. Bəzi vaxtlar hələ vəsvəsə eləməyib, amma o günah məclisində əyləşmirsən. Hələ vəsvəsə eləməyib. Onların yanında əyləşmirsən. Deyil, onların yanında oturmaqdan da sənə sığınıram. Onların mənim yanıma gəlməsindən də sənə sığınıram. Onlar gəlsə xeyir gətirməz. Adam var ha, bilirsən ki, ondan sənə zərrə xeyir deyməz. Ziyan verəndir də. Otursa nəsə ziyan verəcək. Bu məxluq da otursa mütləq ziyan verər. Hər iki halda sənə sığınıram. Həm vəsvəsəsindən, həm onun yanında olmaqdan sənə sığınıram. Heç qoyma onun yanında olun. Qoyma o mənə tərəf gəlsin. Məndən kənar geçsin. Əuzu kəlməsi də yenə sığınmaqdır. Bir qalaya sığınmaq kimi. Qalaya sığınmaq kimi. Adam necə sığına bilər qalaya? Deyirlər, qalaya sığınmağın mənası budur ki, insan ilahi buyruqlara əməl eləsin. İnsan Allahın buyruqlarına əməl eləyəndə qalanın içine girir. Bu söz deyil sırf. Yaşamaqdır, əuzu billahi. Elə ki, insan çalışır, günahdan çəkinir, ibadətləri, qalanın içine girir. Əuzu billahın mənası orada özünü tapır. Və baxdım, gördüm Quran-ı Kərimdən ki, 4 dənə sütunu var. Əuzu billahın. Ayələrdən çıxarış edirəm, qısa deyirəm, inşallah bitirirəm. 4 dənə çıxarış nədir? Əuzu billahın, yəni 4 dənə sütunu var Allaha pənah aparmağın, bir sütunu təqvadır. Təqva halı. Gərək səndə olsun ki, Allah sığına biləsin. İnnəlləzinə ittəqav. Mənim təqvalı bəndələrim var.
İzə məssəhum taifun. Elə ki, şeytan onların ətrafına dövr eləməyə başladı. Onların təqvası var axı. Təzəkkəru. Allah'a zikr edirlər. Deməli, Əuzu billahın Allaha pənah aparmağın ikinci sütunu təzəkkürdür, zikirdir. Birinci sütunu təqvadır. Təqvan olsa, Allah'a xatırlasan bu iki, nə olacaq? Fəizahum mubsirun. Allah sənə bir bəsirət verəcək, görürsən şeytan gəlir sənə tərəf, uzaqlaşacaqsan. Bu iki sütun. Amma üçüncü sütun nədir? Üçüncü sütun deyirlər ki, insanın Allaha sığınmasıdır. Şeytan özü deyir, İnnəhu leysə ləhu sultan ələl-ləzinə əmənu və alə rabbihim yətəvəkkəlun. Bəzi insanlar ki var, tamamən Allaha təvəkkül ediblər. Deyiblər, ilahi, sənə təvəkkül edirik. Şeytan onlara niyə bilmir? Sultan ola bilmir, hakim ola bilmir, istiqamət verə bilmir, onları aldada bilmir. Bu da bir məsələ. Yaxşı. Digər məsələ, dördüncü sütun. Üçüncü sütun nə oldu? Üçüncü sütun bu oldu ki, təvəkkül elə. Dördüncü sütun ixlasdır. Ayə belədir. Ləuğviyənnəhum əcməin illə ibadəkə minhumul muxləs. Allahım, mən sənə sığınıram. Yaxşı. Daha doğrusu deyil, ləuğviyənnəhum əcməin. Şeytan deyir, onlara hücum eləyəcəm hamısına. Amma bəziləri var ki, onlar ixlaslıdır, onlara hücum eləyə bilməyəcəm. Fikir verdiniz. Deməli, pənah aparmağında 4 dənə sütunu var. Biri təqvadır, ikinci zikirdir, üçüncü təvəkküldür, dördüncü ixlasdır. Dua da belə oldu. Qul Rabbi, əuzu bik min həməzatı şeyatın. Allah, bu şeytanlardan sənə pənah və əuzu bik Rabbi ən yahduruni. İlahi, onların kənarında olmaqdan sənə pənah aparıram. Onların mənim ətrafımda olmağından sənə pənah aparıram. Hər halda sənə pənah aparıram. Bu da Quran-ı Kərimin bir duası idi ki, Allah inşallah bu duanı həyatımızda eləməyi bizə nəsib eləsin. Amin, inşallah. Allah razı olsun Hacı, çox maraqlı idi hər gün olduğu kimi. Çox möhtəşəm idi. Hətta inşallah ki, suallara yenə baxaq. Görək bizim əziz izləyicilərimiz nə yazıblar, nə istəyiblər. Həzrəti Əli əleyhissalam nə üçün xanımın qatilindən qisas almadı? Quranda qisas haqqı var axı. Allah razı olsun. Orada Əmirül-Möminin özünün sözləri var ki, deyirdi, mən İslama xətər gələr. Ümumi İslam dərdi var idi Əmirül-Möminin. Və deyirdi, mən baxdım, gördüm ki, artıq bəzi insanlar həmlə eləmək istəyir İslama. Bəziləri hətta dindən çıxdı, bəziləri özlərini yalancı peyğəmbər kimi təqdim elədi. Bir böyük bir dənə bəla var idi ki, Əhl-i-Beyt özünü qurban verdi ki, İslam yaşasın. Qədr surəsində deyilən ruh kimdir? Qədr surəsində deyilən ruh. Quran-ı Kərimin ayəsi belədir ki, tənəzzəlul mələikətü və ruh. O gün mələklər nazil olur və ruh nazil olur. Müxtəlif təfsir alimləri, müfəssirlər, fikirlər söyləyiblər. Onlardan biri deyirlər Cəbraildir. Bəzi fikirlər əsasən ruhdan məqsəd Cəbraildir. Xüsusi qeydi vurulur. Bəzi alimlər biraz fərqli söz deyib. Bunun üçün izah verim onda mən. Qoy izah verim, dinləsinlər. Qədrə də bunu ilə hazırlaşsınlar. Hələ bu sözlərlə hazırlaşsınlar. Baxın, mənim qardaşlarım, dəyərli bacılarım. İnsanı ki, Allah yaradır. Allah Quranda buyurur ki, nəfəhdu fihi min ruhi. Ruhumdan üfürdüm. Allah insana öz ruhundan üfürdü. Bu bir adi bir ruhdur. Amma bir potensiyalı var onun. İstidadları var onun. O ruh elə bir potensialları, istidadları var ki, həmən ruh kamil insana çevrilə bilər. Amma Allah deyir, mən sana o ruhu üfürdüm. Onun adını deyirlər adi ruh. Elə onu müftə veriblər bizə. Elə bundan dünyaya gəlmişik. Əlhəmdə və sənə. Yaxşı, çox gözəl. Bir ruh da var ki, ali ruhdur. Allah ondan da söhbət açıb Quran-ı Kərimdə. Buyurur əziz Allahımız, kətəbə fi qulubihim əl-imanə. Deyir, iman bəzi insanların qəlbində həkk oldu. İmanları möhkəmdir. Müsibətlər onları sarsıltmaz. Bəlalar səbəb olmaz ki, Allahdan gileylənsinlər. Hey Allahdan şikayət eləməzlər. Möhkəmdir yananlar. Nə şeytan aldadar, nə nəfs yıxar. Heç kəs onları öz yolundan döndürə bilməz. Möhkəmdirlər imanlarında. Kətəbə fi qulubihim əl-imanə budur. Bu yüksək mərhələdir. Bir mərhələ budur ki, iman gəlir qonaq. Ləmmə yədxul iman fi qulubikum. İman əli qəlblərimizə gəlməyib. Görünən budur, gəlir. Hələ gələndə qonaqdır. Bir də var, ev yiyəsi olur.
Qonaqla ev yiyəsin fərqi var, yoxsa yoxdur? Var. Qonaq gəlir, geyir. Ev yiyəsi həmişə evində. Belə deyək, ev onundur. Ona görə duaların birində var, Oqtay, qəşəng duadır. La təcəalni minəl muarin. Allah, mənim imanımı kirayə imanlardan qərar vermə. Kirayə nədir? Müvəqqəti. Yəni, bir gün var, bir gün yoxdur. Ramazanda var, Ramazan bitdi, iman qutardı. İman əhlinə oturanda qəşəng, iman əhlini köy qoydum, da heç kəs onsuz da görmür. Qəribə ölkədəyim, günah dalayacağım. Gecə mənə kimdir görən, günah edirəm. Allah uzaq eləsin. Yaxşı. Buna deyirlər ki, bunun imanı qonaqdır. Gəlir, gedir. Gəlir, gedir. Amma iman da var, ev yəsidir. Kətəbə fi qulubihim əl-imanı odur. Yazmışam imanı or, Allah Taala deyir. Mən yazdım artıq. Kətb eləmişəm, katibəm. Bitdi. Davamında nə deyir o ayənin? Deyir, əyyədəhum bir ruhim min. Ona yeni bir ruh vermişəm. Bu artıq ali ruhdur. Yeni bir ruhdur. Fərqli bir ruhdur. Demirəm, insan 2 dənə ruhu var. İstəyirəm bunu deyim, adi ruh ali ruha çevrilir. Ruhun kamalıdır, zirvəsidir, qalxıb, ucalıb. Deməli, bir adi ruhdur, bir də ali ruhdur, Quranın məntiqinə əsasən. Bəzi müfəssirlər deyir ki, əziz Allahımız istəyirsin ki, tənəzzəlül mələikətü və ruh, o gecə mələklər gəldi və ruh gəlir. Ruhdan məqsəd o adi ruhdur. Ayıq qalın, qəbul olun, o ruhu ehya olun, dirilin. O gecə oyaq qalmaq gecəsi deyil, o gecə əhya gecəsi, dirilmək gecəsidir. Ayıq qalın ki, ruhu qarşılayın, ondan sonra dirilin. Necə qarşılayacaqsan? Quran-ı Kərim bir dənə ayət. Buyur, İstəcibu lillah və lirrəsul izə dəakum limə yuhyikum. Qulaq asın Allaha. Allaha qulaq asın, yəni Quran-ı Kərimə. İstəcibu lillah və lirrəsul. Peyğəmbərə də qulaq asın, yəni hədislərə. Peyğəmbərin davamı kimdir? İmamət. Ənfusana və ənfusəkum. Mən də özümü gətirim, siz də özünüzü gətirin. Əliyini Allah Quran-ı Kərim Peyğəmbərin canı kimi təqdim edir. Peyğəmbərə qulaq asın, elə Əliyə də qulaq asın, əmirül mömininə. Yəni imamətə qulaq asın. Allah deyir, İstəcibu lillah, Quran-ı Kərim. Və lirrəsul, Peyğəmbər və arxası imamət. Əgər Quran-ı Kərimi dinlədiniz, Əhl-i Beyti imaməti dinlədiniz, İstəcibu lillah və lirrəsul izə dəakum limə yuhyikum, diriləcəksiniz. Yəni, ali ruh sizə üst tutacaq. Biz ki, Qədir gecəsində gətiririk, Quranı qoyuruq başımızın üstünə 1. Sonra Peyğəmbərin adını çəkirik, 14 məsum adını çəkirik 2. Yəni, həmən ayəyə əməl edirik 3. Yəni, istəyirik, o ruh ki, gəldi, onu qarşılamaq istəyirik. Qarşılamağın yolu da Quran-ı Kərimin buyruqlarına əməl eləmək, o Peyğəmbərin imamətin yolunu getmək. İnsan bunu anlayanda başa düşür ki, biz ki, bu Quran-ı Kərim başımızın üstünə qoyuruq, yəni bu Quran-ı Kərimin ayələri da bizim gözümüzün üstə. Biz bunları düşünəcəyik, əməl eləyəcəyik və həyatımıza tətbiq eləyəcəyik. Və biz bu imamların, peyğəmbərlərin sözündə əməl eləyəcəyik. Həsbuna kitabullah yanlışdır, bu kitab bizə kifayət eləyər. Quran deyir, bu kitab və imamət və peyğəmbərlərə qulaq asın. Bunların ikisini gətirməklə bir yerə, inni tarikun fikumus səqələyn, Qədir Xumda tapşırılan tövsiyə ki var, 2 dənə əmanət qoyub gedirəm sizə, Kitab-Allah və itrəti, bu kitab və mənim itrətim, imamət, yəni biz Qədir gecəsində Qədir Xumda tapşırılanları icra edirik. Quranı gətirib qoymaqla başımız üstünə, itrətin də adını çəkməklə, sanki Peyğəmbərə nə deyir? Deyir, Peyğəmbər başa düşdük. Sən orada bir söz demirsən, biz başa düşürük ki, həyat budur. Bundan davam eləyəcək. Siz bizə o həyatı gətirmişsiniz. Və o həyatın xüsusiyyəti nədir? O həyatın xüsusiyyəti budur ki, Allah insan həydən söhbət açır Quran-ı Kərimdə. Deyir, la təxuzuhu sinətun və la nom. Həy ona deyirlər ki, nə yuxulayar, nə mürgüləyər. Elə insanlar həmişə ayıqdır. Yatanda da ruhu oyaqdır. Ona görə Peyğəmbər dedi ki, yanamu eynay və la tənamu qəlbi. Gözlərim yatır, qəlbim yatmaz. Qəlbim həmişə oyaqdır. Belə insanlar həmişə oyaqdır, həmişə ayıqdır, həmişə həydir. Bunlar həmişə seyri sulukdadır, həmişə yol gedirlər. Ona görə bunlar bilir ki, yol uzundur. Əmirül mömindir, ah min qillətiz zad və bodus səfər. Yol uzun, azuqa az. Əgər yol uzundursa, sən gələ gecə yuxuda da belə seyr eləyəsən. Deyərsən, gecədə yuxuda necə seyr eləyək? Dəstəmazlı yatmaq hələ özü bir seyirdir. Yatıram ki, sabah durum, ibadət edeyim, cəmiyyətə xidmət edeyim, özü bir seyirdir. İbadət edib, xidmət edib yatmağın özü bir seyirdir. O özü də bir meyrazdır. O özü də bir yüksəlişdir. Əhya dirilik gecəsidir. Ən azım, minimum budur ki, özün diril.
Minimum budur. Maksimum nədir? Mən əhya kəənnəmə əhyən nası cəmiə. Bir nəfəri diriltsin, cəmiyyəti dirildərsən, insanları dirildərsən. Ayə mesaj verir ki, dirildə bilərsən bəşəriyyəti. Yəni, əhya gecəsində diril, bir hala yetiş ki, cəmiyyəti dirilt. Onda əhyanın mənası var. Onda bilindi ki, qəbul oldu bikəy Allahlar. Yoxsa bir insan hələ bikəy Allah həmənki həyat davam edirsə, nə cəmiyyəti düşünür, nə imam zaman düşünür, nə din düşünür, bəşəriyyəti xidməti yoxdursa, elə o cürünə gəlib, o cürünə getdisə, nə özü dirildi, nə cəmiyyəti dirildi. Əhya budur ki, dirildin. Və vədələşün, tamam o biri ilə qədər, deyün ki, ilahi, mən bu xidmətləri eləyəcəm cəmiyyətə. O bir işləri görəcəm. Bikəy Allah orada mənasını tapır və əhya gecəsi həqiqətən də yerini tutur. Biraz çox oldu, bağışlayır. Möhtəşəm, bəli, lazım idi. Qədir gecələri öncəsi yaxşı idi, Hacı, bu məsələlərə toxundunuz və inşallah ki, bu hissəni də dostlar kəsib paylaşarlar, ümid edirəm. Çox yerində olan cavab idi, ətraflı, geniş, gözəl bir izah idi. İnşallah bunu paylaşa bilərsiniz. Əbəlfəz Əzimov yazır, selamun aleykum, hacılar. Darwinin təkamül nəzəriyyəsi nə dərəcədə doğrudur? Belə deyək də, o təkamül nəzəriyyəsi, Quran-ı Kərim biraz fərqli baxır da. Quran-ı Kərimdə görürsünüz ki, Allah Teala insanın yaradılışından söhbət açır, həm ruhdan söhbət açır, həm o fizioloji tərəfindən söhbət açır. Allah deyir, torpaqdan yaratmışam onu. Torpaq mövzusunu gətirir, çəkir ön plana. Sonra deyir, nəfəhtu fihi min ruhi, ruhumdan üfürmüşəm. Quran-ı Kərim bir başqa təqdimat qoyur ortaya. Bu Quranın baxışıdır, fikridir. Amma təkamül o mənada deyilsə də belə, orada yenə də Allah inkar olunmur. Yəni, mən demirəm, onu deyən o inkar eləməyib. Yəni, o da inkar olunmur. Yəni, o demək deyil, onda Allah yoxdur. Əgər bu varsa, Allah yoxdur. Amma İslamın buyruğu budur ki, necə olur? İnsan bax bu cürünə yaranır, torpaqdan yarandı, Allah ruhundan üfürdü. Çox gözəl. Elnarə Hüseynova yazır, selamun aleykum. İnsan necə hikmət əldə edə bilər? İnsan necə hikmət əldə edə bilər? Allah Teala buyurur ki, Quran-ı Kərimdə, Cümə surəsi yadımda düşdü, Yüzəkkihim və yuallimuhumul kitab vəl hikmə. Mən sizə Peyğəmbər göndərmişəm. Huvəl-ləzi bə'sə fil-ummiyyinə rasulən minhum yətlu aleyhim ayatihi. O Peyğəmbər gəlib Quran ayələrini sizə tilavət edir. Və yüzəkkihim, sizi paklayır. Yuallimul kitab vəl hikmət, sizə kitab və hikmət öyrədir. Hikmət burada bu mənası deyirlər, elə bu hikmətdir. O hikməti əldə eləməyin birinci şərtlərindən biri ümnəsi təskiyədir. Təskiyə yəni ruhun paklaşdırmaq. İnsan öz ruhuna dönüş eləyir, öz ruhu haqqını təftiş edir, fikirləşir və öz ruhunu nöqsanlarını, eyiblərini, pis xarakterlərini tapır, başlayır paklamağa. Elə ki, paklanır, Allah hikməti neyinir? Əta eləyir. Hikmət ətadır. Və ləqəd ətəynə loqmanə əl-hikmə. Biz verdik hikməti loqmana. Bir şərti təzkiyədir. Bir şərti buyururlar ki, mən əxləsə lillahi ərbəinə səbax. Kim 40 gün dözsə, 40-ca gün dözsə, hər saatını ixlasla yaşasa, Allah da 100% hikməti verəcəm ona. Bu da ikinci cavab. Allah rızkınız. Elnur Şürzadə, selamun aleykum, dəyərli hacılar. Sualım budur ki, Quranda Ali-İmran surəsi, ayə 106, səhifə 63. Zəhmət olmasa izah verərsiniz. Təşəkkür edirəm. Səhifəni də yazdığımız üçün 63-cü. Ayə neçə idi üzr istəyirəm? Ayə 106. 106. Aha. Ayə belədir. Buyurur, yəvmə təbiyyətdü vücuh. O gün bəzi insanların üzü ağ olacaq. Qiyamətdəndir. Bəli, qiyamətdəndir. Allah Teala qiyamət haqqında. Deyir, yəvmə təbiyyətdü vücuh. Bəzi insanların üzü ağ olar. Və təzfətdü vücuh. Bəzi insanların üzü qara olar. Burada ağ olar, qara olar, yəni içləri çıxardı çölə. Onlar ki, bəlranə əla qulubihimdir, qəlbləri çirklidir, vurar simasına. Aydındır. Onlar ki, qəlbləri nuranidir, Rabbi zidni elməndir, Allah mənə elm əta eləyən, nuraniyyət əta elə, onların o nuraniyyəti vurar simasına. Bəzilərinin üzü qaralar, bəzilərinin üzü ağarar. Burada rəng, söhbət indi məsələn, Bilalın rəngi qara idi, amma üzü ağ insan idi, nurani insan idi. Sonra deyir, fəəmməlləzinə isfəttət vücuhuhum. Onların ki, üzü qaradır, əkəfərtun bə'də imanikum. İman gətirəndən sonra küfr elədiniz. Görünən budur ki, insan haqq yoldan çıxsan olar, ruhu qaralar.
Fəzuqul əzab bimə kuntum təkfurun. Etdiyiniz əməllərə görə dadın əzablarınızı. Bu əzabı indi dadın. Özünüz elədiniz. Yəni bu əzab azuqəsini özünüz dünyada hazırlamışsınız. Fəmən yəməl misqalə zərrətin xeyrən yaraq, şərrən yaraq. Özünüz bu şərri əldə eləmişsiniz. Öz süfrəvizdir. Öz süfrəvizdə əyləşin. Buyur. Ona görə bu ayə çox maraqlı ayədir. Allah bizi qiyamət günü həm dünyada həm axirətdə üz ağlardan qərar versin. Amin. Ya vəcihən indəllah da budur. Ey üzü ağ olan insanlar, Əhl-i Beyt haqqındadır. Vəcih kəlməsi də keçib Quranda. İsa Peyğəmbər haqqında da keçib, yadımda qalan Yəhya Peyğəmbər haqqında da keçib ki, onlar Allahın yanında üzləri var. Simalı. Güzel. Acı bizim dilimizdə də var cəmaatın əksərində həm dua var, həm qarğış var. Allah sənin üzvü ağ eləsin. Məsələn dua. Bəli, Eyni zamanda bunun əksi də Allah üzvü qara eləsin deyə qarğış da edirlər. Maraqlı cəlb edir. Salam Hacı, Zümər surəsi ayə 3-ün izahını desəniz sevinərik. Deyib səhifəni. Səhifəni də desəydiniz biz sevinərik. Hacı tez tapardı, vaxtımız çox getməzdi. Bağışlasınlar ki, ya səhifəni ya sıralamanı yazın. Zümər surəsi bir dəqiqə üzr istəyirəm, İstəyirsiniz onu tapandan qədər, tapdım. 458. 458. Üçüncü ayə. Üçüncü ayədə maşallah nə buydu? Əla lillahi dinul xalis vəllezine ittəxazu min dunihi əvliya ma na'buduhum illa liyuqarribuna ilallahi zulfa innallaha yahkum beynəhum fīmə hum fihi yaxtalifun İnnallaha la yahdi men huve kâzibun keffar. Bəli, bütpərəstlər haqqında da ayə. Deyir ki, xalis din Allaha məxsusdur. Onlar ki, Allahdan başqasını müstəqil olaraq vəliyullah seçdilər. Yəni, bir var Allah, bir də başqa qüdrətləri müstəqil olaraq nə seçdilər? Vəliyullah seçdilər. Tamamında buyurur ki, onlar deyirlər özə, ma na'buduhum illa liyuqarribuna. Biz onlara ibadət edirik ki, o bütlərə. Bizi yaxınlaşdırsınlar ilallah, Allaha, zulfa. Bu ayə bəzi vaxtlar məzhəblə əlaqələndirirlər ki, görürsünüz, onlar da deyir, biz yaxınlaşmaq üçün edirik, siz də deyirsiniz, biz Allaha yaxınlaşmaq üçün. Amma ilə ayəyə diqqətlə baxın. Ayədə deyir, ma na'buduhum. Biz o bütlərə ibadət edirik. Biz məgər hər hansı bir məsumu vəsilə qərar verəndə siz Allah, onlara ibadət eləmişik. Onlara ibadət eləmişik. Biz onlara ibadət edirik. Biz İyyâke na'bud deyirik yaxı. Sənə ibadət edirik. Başqa ayı ki deyir, vəbdəğ iləyhil vəsilə. Vəsilələrlə gəlin mənim dərgahıma. Ya bu başqa ayda əziz Allahımız Peyğəmbərimiz haqqında deyir ki, onlar günah eləsə sənə gəlsələr məndən və səndən bağışlanmaq istəsələr ki, sən istəyəsən, mən bağışlayaram. Görünən budur ki, bu metod olar. Bu yol olar. Bu Allahın təqdir etdiyi bir yoldur. Bunun diriliyə, ölüyə nə dəxli var? Bu əgər ölülükdə şirk idisə, diriliyə də qoş şirk olsun. Bu əgər ölü olanda Allah daha mənə yaxın idisə, elə diriliyində də Allah mənə yaxın idi. Necə olur ki, əgər belə dəlil gətirilir axı. Allah sənə yaxındır, yoxsa o şəxs? Deyirsən, yox Allah. Deyir, onda Allah dedim. Yaxşı, həmən söz elə diriliyində də deyək də. Təsəvvür ki, gəliblər Yusuf Peyğəmbərin qardaşları ataya deyirlər ki, biz üçün sən istədi Allahdan bağışlanmaq. Yusuf deyər ki, qardaş, balalarım, Allah sözə məndən yaxındır, gedin onu deyim. Demir axı, deyirsə, əstəxfir. Bu diriliklə ölülüklə nə fərqi var ki? Məgər ölülük yoxluqdur, indi keçdim ikinci mərhələyə. Allah ölümdən danışan təvaffa kəlməsini deyir. Mevt kəlməsi də var. Deyir, kulli nəfsin zaiqətül mevt. Hər bir insan mevtu dadacaq, ölümü dadacaq. Ölüm bu fizioloji bədənlə bağlıdır. Təvəffəthu rusuluna. Quranda ayə var, buyurur, mələklərimiz təhvil alacaq. Görünən budur, bir təhvil alınmış hissəmiz də var. Özü təvaffa kəlməsi tam təhvil almağa deyirlər. Tam təhvil alacaq bizi. O da bizim ruhumuzdur, o da bizim həqiqətimizdir. Məhz onu ilə eşidirdik, məhz onu ilə görürdük, məhz onu ilə hərəkət edirdik. O bədəni tərk edəndən sonra bədən hərəkət edəmir. Çürüyür, aradan gedir. Onu da diri saxlayan o ruhdur. Əgər o ruhdursa, o həqiqət, Allah deyir ki, təvaffa. Biz onu ilə təhvil almışıq. O yenə də eşidir, yenə də görür. İndəllahi yurzaqun. İndə rabbihim yurzaqun. Ya məsələn, başqa bir ayələrdə var ki, səyyərallah əmələkum və rasuluhu vəl-mu'minun. Seyr edir sizin əməllərinizi Allah, Peyğəmbər və möminlər. Onlardan da məqsəd imamət də hədislərdə.
Xülasə, birinci məsələ bu deyirlər, bütpərəstlə nə fərqi var? Bütpərəstlər onlara ibadət edir, biz onlara ibadət etmirik. Bütpərəstlər o bütə ibadət edir ki, Allaha yaxınlaşsın. Adama deyərlər ki, sizə kim o status olaraq kim verib ki, onlarla yaxınlaşın Allaha. Məsumlara bu icazə verilib ki, onları niyə vəsilə qərar verək, onlarla yaxınlaşaq Allaha. Necə ki, Peyğəmbərin sağlığında gəlirlər, Peyğəmbərə deyirlər, sən istə. Həmən şey bir yenə deyirik, ay Peyğəmbər, sən istə bizi bağışlasın Allah. Bu statusu, icazəni Allah verib. Bu bütlərə kim icazə verib? Bütpərəstlər qiyaməti danırdılar. Biz qiyaməti danırıq. Axı, bununla onun nə qədər fərqi var? Ona görə bu ayə ki, soruşurdular. Bu ayə bütpərəstlərlə bağlıdır. Bu təvəssüllə ziddiyyəti yoxdur. Vəlhamdülillah Rabbil aləmin. Gözəl, çox gözəl. Yasin Mustafayev yazır. Selamun aleykum. Allah bu xidmətinizi ali dərəcədə mükafatlandırsın. Zəhmətlərinizi hava edin. Zəhmətlərini halal etsin həcimiz. Çox əziyyət çəkir. Sualım budur ki, Loğman surəsi 31-ci sıralamada. Ayə 6 və 7-ni həcimiz izah edərdi. 31-ci surədir. Bəli. Loğman 31, 411-ci səhifə. Ya Allahım. Neçənci ayə üzr istəyirəm? 6-7. 6-7. Və minən-nəsi, əuzubillahimineşşeytanirracim. Və minən-nəsi mən yəştəri ləhvəl hədis liyuzillə an səbilillah bi qeyri ilmin və yettəxizəhə xuzuvən ulaikə ləhum əzabun muhin. İzə tutlə aleyhi əyatuna vəllə mustakbirən kəən ləm yəsməha kəənnə fi uzuneyhi vəqra və bəşşirhu bi əzabin əlim. Deyir, insanlardan bəzisi var, gedərdilər, bəzi sözlər tapardılar, gətirərdilər, alardılar o sözləri. Gətirərdilər o cümlələri, o sözləri başlayardı danışmağa, insanları Allahın yolundan çıxartmaq üçün. Bu Quran ki, gəlib insanları Allahın yoluna hidayət eləsin. Onlar da alternativ olaraq başqa batil fikirlər gətirərdilər ki, insanları neynəsinlər? Haqq yoldan çıxartsınlar. İnsanları haqq yoldan çıxartmaq üçün gəlib bir batil fikirlər ortaya qoyasın. Batil fikirləri qoyurlar ki, insanları haqq yoldan çıxartsınlar, bir qeyri elmi, cahilana bir şey görürdülər. Yəttəxizəhə xuzuvə, məsxərə edirdilər. Yəni, sonradan kimi, Peyğəmbəri, Peyğəmbərin buyruqlarını. Ulaikə ləhum əzabun muhin. Bunları xar eləyən bir əzab olacaq. Bunlar bunu unutmasınlar. Əzab Quranda neçə cürdür? Əzabun əzim, əzabun muhin. Ki, bunlar haqqında bir vaxt izah deyərəm sizə. Maraqlıdır. So deyir, İzə tutlə aleyhi əyətuna. Yəni ki, bizim ayələrimiz bunlar tilavət olur. Vəllə. Vəllə Rəbbində arxa çevirmək. Bizim ayələrimiz bunlar tilavət olunda vəllə. Arxa çevirlər müstəkbirən. Təkəbbürlü eləyərək. O qədər kibirləri var ki, haqq kəlməni eşitmək istəmirlər. Yaxşı. Kəənləm yəsməha. Güya eşitmirlər. Allah da qurban olduğum deyirlər. Kəənləm yəsməha. Güya eşitmirlər. Özləri vurublar eşitməməzliyə. Karlığa. Eşitmədim. Doğrudan eşitmədim. O Əmirül-Müminin məsələsi deyə Qədirxumda ki, seçdi Peyğəmbər Əmirül-Mümini. Orada 100 mindən çox da deyilən insan var idi. Əmirül-Mümini bir dəfə qayıtdı ki, filan kəs at çəkdi sahabələrdən birine. Sən orada deyildin. Bir də orada idim, yadımdan çıxıb. Yadımdan çıxıb özdə ya. Nə yadımdan çıxıb adama sual verərlər. Nəsə, belə insanları kəənnəm yəsməv, güya eşitməyib. Əmirül-Mümin nifrin eləyib, bəlası tutdu. Əl-Qədir kitabında Əmini, Ustad Əmini o mövzuları gətirib ki, Əmirül-Mümini neyniyir, o sözləri deyir onlara. Nəsə, oradan keçim. Deyir ki, kəənnə fi uzuneyhi vəqra, sanki qulaqlarında bir ağırlıq var. Fəbəşşirhu bi əzabin əlim. Peyğəmbər onlara o əzab-ı əlimi müjdə ver. Şiddətdə, bir dənə də əzab əlimdir ya, gördün? Ona görə deyirəm, əzab kəlməsi çoxdur. Bunu izah vermiş, onu bəşşirhunu. Fəbəşşirhu müjdə ver onlara əzab. Adətən biz belə görmüşük ki, əzabı müjdə verməzlər ki. Müjdə var, yaxşı bir şey, cənnəti müjdə verərlər də. Allah sanki onlara deyir ki, elə bil necə onlar istehza eləyirdi, ələ salırdı, haqq əhlinə, mömin, iman əhlinə. Allah deyir, bu özünüz qazanmışsınız, bu da sizin müjdəniz, buyurun. Bir dənə də belə izah verirlər ki, buşra kəlməsi, bəşarət kəlməsi bişirdən götürülüb, dəriyə deyirlər də. İnsan sevinəndə də görsən bir vücudunda nəsə hiss eləyir, bədəni, qorxanda da nəsə bədənində hiss eləyir də. Deyir, həm əzab insanın bədənini titrədər, həm sevinc bir cür. Burada da o birisi mənada deyirlər ki, yəni deyin, bu əzabı dadında bütün vücudunuz qoy titrəsin. Bunu siz özünüz qazandınız. Elhamdülillah. Çox gözəl.